stadionda yanılmıyorsunuz. Burada hem Süper Lig oyunlarını keçirməklərdə tutulan oydu ki, buradaki stadionda lazım olanda gələcəkdə həm siz yerli oyunları keçirə bilərsiniz, həm də ki, beynəlxalq oyunları keçirirsiniz. Hətta belə deyək, milli komandalar üçün də hər hansı bir oyunlarını burada keçirmək. Əlavə olaraq burada bu hissədə orada olacaq bunun üçün administrativ binalar və s. burada belə deyəcək kommersiya məqsədli olan yerlər olacaq və s. Bu artıq bu binanın konsepsiyasını gedir. Kəngəlli də tanıcalıq. Bu da ən böyük kəndlərdən biri. Siz həm çəkdim şəklini çəkən oldu. Onlar siz dayanasınız, indi sizin şəkliniz. Merhaba. Kim şekli çektirmek için kuboktan oradan şampiyonluk kuboku. Komanda olaraq bu torpaqlara ikinci səfərimizdir və hər səfərimizdə də çox böyük qürur hissi keçiririk burada olmaqdan. Hal-hazırda da İmarət stadiondayıq və tikilməkdə olan İmarət stadionu da gördük. Ümid edirəm ki, tezliklə başa çatar və biz də orada ilk oyunlarımızı keçirdərik. Düşünürəm ki, bura səfərimiz gələcək oyunlarda da öz müsbət təsirini göstərəcək. Biz çoxdan istəyirik belə bir səfər etməyə. Neçə illər idi. Belə bir şansımız olmurdu ki, komanda ilə birlikdə gəlib burada iştirak eləyək və bugün bizə nəsib oldu. Hansı ki, əlimizə düşən fürsətdən istifadə etdik və elə bildiyiniz kimi Füzuli Hava Limanından belə getdik Şuşaya, getdik Xankəndiyə, gəldik Ağdama və buradan da yenə Füzuliyə gedəcəyik. Orada görüşümüz olacaq və belə çox xoş və bəzi yerləri görməmişdik, eşitmişdik haqqında və biz indi həmin yerləri gördük ki, düşmən nə qədər bura ziyan vurub, nə qədər dağıntılar edib burada və mən bundan bəlkə səhv edərəm, bir il yarım əvvəl gəlmişdim. Yəni bu qısa bir müddətdə nə qədər dəyişikliklər var burada, nə qədər yeniliklər var və başda Cənab Prezident olmaqla bütün burada əziyyəti olan hər bir kəsə mən təşəkkürümü bildirirəm ki, bu cür ürəkdən çalışırlar, bu cür bərpa işləri görürlər və inanın ki, yəni Qarabağı necə deyək, əvvəl görməyərək sevirdim, indi görüb daha çox sevməyə başladım. Və yeni qurulacaq İmarət stadionunu gördük, o da çox xoş oldu və biz sadəcə təməli qoyulanda, Cənab Prezident təməli qoyanda biz görmüşdük bunu televiziya vasitəsilə, amma indi tam yaxından gördük və belə ancaq xoş təəssüratlar və legənlər də onlar bilirlər ki, bu onların borcudur, gəlib arada burada iştirak etmək, burada olmaq və biz də burada yaşayan insanlara ümumiyyətcə onların yanında olmaq istəyirik və onlara başqa cür biz dəstək verə bilmirik və bəlkə hal-hazırda onlar üçün o qədər də
əyləncəli deyil burada yaşamaq, amma biz ən azından gəldik, yəni komanda ilə burada öz futbolçularımızı göstərdik və görəcək kubok gətirdik bura. Məncə onlar üçün daha da maraqlı oldu və biz çox istərdik ki, tez onlara dəstək olaq, amma bizi üzrlü hesab eləsinlər ki, bizim işimiz elədir. Yaxınlarda bizim Avrokubok oyunlarımız başlayacaq və çox ciddi bir iş rejiminə keçəcəyik. Və belə imkan olduqca biz onların yanındayıq və biz onların dəstəyini uzaqdan hiss edirdik və burada biz nə qədər azarkeşimizi canlı gördük. Həm az yaşlı azarkeşlərimizi, həm yaşlı, həm orta yaşlı belə və statistikanı çox yaxşı bilirlər və çempionluqlarımızı, bizim əldə etdiyimiz kubokları, Avropadakı oyunlarımızı hərəsi bir oyundan görsən maraqlı bir suallar verirdi. Belə həm az yaşlı uşaqlar, həm böyüklər və belə maraqlı oldu. Biz onlar üçün futbol oynayırıq və inşallah çalışacağıq ki, qarşıdakı dönəmdə daha da yaxşı nəticələr əldə etməyə və həmişə qeyd elədiyim kimi məsuliyyətimiz yavaş-yavaş biraz da artır.